Bir gün bir oğru qızıl mağazasına getməyə fikirləşir. Deyir ki, mən bir axşam böyük bir mağazaya gedib oradakı hər şeyi oğurlayım. Və axşam olur. Oğru mağazaya gedir və hazırlaşır. Alətlər götürür ki, qapını Hasan qırıb açsın və alətləri götürüb gedir ki, qapını rahat açsın. Oğru mağazaya gedir və mağazanın qapısını qırır və sonra hər şeyi oğurlayıb. O dəqiqə polis gəlir və sonra oğru qaçır. Oğru qaçandan sonra polis bu mağazanın sahibinə zəng edir və mağazanın sahibi gəlir. Sonra isə deyir mağazanın sahibi: "Mənim mağazamdakı hər şeyi kim oğurlayıb? Tapa bildinizmi?" Polis deyir: "Yox, hələ axtarırıq, tapa bilərik. Az qalıbdır. 5-10 günə taparıq." Mağaza sahibi deyir: "Niyə bu qədər gec tapırsınız oğrunu?" Polis deyir: "Əlimizdə heç bir dəlil yoxdur. Ona görə də oğrunu gec tapırıq. Yoxsa əlimizdə bir dəlil olsa oğrunu lap tez tapa bilərik." Mağaza sahibi deyir ki, "Yaxşı, siz onda oğrunu axtarın. Mən də oğrunun daha tez tapmaq üçün bir cəsus axtarım tapım və o cəsus da oğrunu daha tez tapsın. Onda mən daha da tez qır-qızılımı tapa bilərəm. Yoxsa oğru onları satar. Mən də heç vaxt pulumu ala bilmərəm. Pulumu və qır-qızılımı heç birini ala bilmərəm. Ona görə də yaxşı, siz özünüz axtarın, mən də özüm bir cəsus axtarıb tapıb daha tez zamanı oğrunu tutmaq üçün ən yaxşı yol budur. Abunə olun, əlimizdə qalsın. Hər kəsə təşəkkürlər."